Herkese selamlar. Bu dersimizde Traceapp blokunun ne olduğunu ve harda ve necə istifadə edilməlidir onu öğreneceğiz. İlk önce Traceapp blokunun ne olduğuna bakalım. Python'da Traceapp bloku səhvləri, exceptionları, yəni error dediklərimizi idarə etmək üçün istifadə olunur. Bu blok proqramın işlənməsində baş verə biləcək istənilməyən halları nəzarət altında saxlamağa imkan yaradır. Yəni siz bir kod bloku yazırsınız, hansı ki uzun bir koddur və bilirsiniz ki, arada yəni sıfıra bölmə ya da formatla bağlı errorlar çıxa bilər, amma kodunuz həmin o errorlar olmasına baxmayaraq işləyə bilir. Və siz o errorları sadece bildiriş olarak almak istiyorsunuz. Yani istemirsiniz ki error çıksın yani ve kodunuz dayansın. Bu sebepten traceset bloklarından istifade olunur. Bu struktur proqramın səhvən dayanmaması üçün səhv baş verdikdə bir növ onu ələ alır və düzgün işləməyə davam etməsinə kömək edir. Kodun bir hissəsində səhv baş verərsə, proqram dayanmır. Burada try blokunda hər hansısa bir əməliyyat yerinə yetirilir və əgər orada səhv ya da error çıxırsa, except bloku avtomatik işə düşür. E, Kiçik bir nümunə üzərindən gedək. Bizim bir kodumuz olacaq. User'dan input sayı alırıq və bölmə əməliyyatı edirik onunla bağlı. Bizim burada ilk try yazırıq, boşa nöqtə qoyuruq və avtomatik keçirik əsas kod hissəmizə. Bizim kodumuz nədir? Bir dəyər yaradırıq və user'dan onu daxil etməsini istəyirik. Bunun üçün də input funksiyasından istifadə edirik. Və daha sonra bölmə əməliyyatını yerinə yetiririk. Burada nəticə deyək, bərabərdir 10 bölünsün say deyirəm və nəticəmi ekrana yazdırsın istəyirəm. İndi isə real tərəfdən baxsaq, biz burada user'a heç bir məhdudiyyət qoymamışıq. Yəni o istədiyi bir məlumatı, datanı daxil edə bilər. Burada bizim iki tip errorumuz çıxa bilər. Sadə şəkildə baxsaq. Birinci errorumuz value errordur. Yəni o rəqəm deyil də hərf ya da simvol daxil eləyir. Bu da avtomatik integer tipinə çevrilə bilmir deyə bizdə format erroru çıxır. Hansı ki except deyirik. Burada errorumuzun adını yazırıq. Biz value error dedik. Və daha sonra qoşa nöqtə qoyuruq. Burada isə artıq error çıxdıqda siz nə istəyirsinizsə onun kodunu yazırsınız. Yəni siz deyə bilərsiniz ki, yenidən daxil etsin. Ya da mən istəyirəm ki, ekrana yazdırsın ki, errorum budur. Məsələn, desin ki, format erroru. Bu formada. İndi isə kodumuzu işə salaq. Bir rəqəm daxil edirik və böldü nəticəni mənə verdi. İndi isə A deyirəm. Bu zaman gördüyünüz kimi normalda mənə error qaytarmalıdır. Yəni bunu kodu ayrıca istifadə eləyək. Və gördüyünüz kimi mənə error qaytardı ki, hansı ki int tipinə çevrilmir. Və kodunuzda bu tip error çıxsa bir hissəsində avtomatik sizin kodunuz dayanır, yəni işləmir. Amma bu formada isə artıq işləyir. Yəni error olması sizin üçün heç bir problem yaratmır. Məsələn, mən bunun sonrasında desəm ki, bitdi. Əgər error çıxsa, bu çap olunmayacaqdır. Məsələn, bunu burada da yazaq. Birinci bunu yoxlayaq. Gördüyünüz kimi çap olunmadı. Yəni artıq burada errorum çıxdı və kodum dayandı. Amma mən burada eynisini etsəm,
Mesela ilk önce doğru formasını yoxlayırıq. Hər üçü run olunur. Və yenidən run edirəm. A daxil edirəm. Gördüyünüz kimi yenə də hər üç kodum run olundu. Yəni try except blokunun işləmə məntiqi budur. Yəni sizin kodunuzda problem çıxarsa, o problemi sizə bildirir, amma kodunuzu dayandırmır. Proqramınızı dayandırmır, yəni işləməsinə kömək edir. Burada alqoritma necə oldu? İlk öncə try blokuna girir. Siz input daxil edirsiniz və burada integerdə heç bir problem çıxmırsa, yəni ümumiyyətlə kodunuzda. Daha sonra keçir except hissəsinə və error çıxmadığı üçün avtomatik kod blokunu bitirir, növbəti koda keçir. Amma error çıxdıqda except hissəsinə keçir və orada yazdığınız kodu yerinə yetirir. Burada bəzən bir neçə error çıxa bilər. Bir neçə müxtəlif exception növünü siz istifadə etmək istəyirsiniz. Məsələn, deyə bilərsiniz ki, burada user 0 daxil etdi. O zaman necə olacaq? Onda da error alacaq. Çünki sıfıra bölmə deyə bir şey yoxdur. Bu zaman bizim burada iki error case'imiz var və ona görə də iki exception'dan istifadə edirik. Yenidən exception yazıram və mənim errorumun adını yazıram. Bu errorları daha sonra qeyd edəcəm. Bir neçə növü var. Sıfıra bölmə zero division error gedir. Və yenidən ekrana yazdırsın istəyirəm ki, sıfıra bölmə. Və indi yenidən run edək. 0 deyirəm və avtomatik burada yoxladı. Artıq bu bölmə hissəsində error alır və o value error deyil. Yəni formatla bağlı bir problem yoxdur. Amma sıfıra bölmə olduğu üçün bunu run etdi. Burada eyni anda fərqli bir error da ala bilərsiniz, hansı ki, sizin nəzərə almadığınız. Yəni biz burada məntiqi olaraq fikirləşdik ki, mənim kodum budur və bunda ola biləcək кейslər bunlardır. Və ona görə də 2 dənə exception-ı yazdıq. Amma bəzən sizin heç təxmin etmədiyiniz bir exception da ola bilər. Onun qarşısını necə ala bilərsiniz? Onun üçün adi sadəcə deyirsiniz ki, except exception SE, yəni qısaltmanı istədiyiniz kimi eləyə bilərsiniz. Yəni burada artıq siz deyirsiniz ki, çıxan erroru mənə text formatında qaytar. Və print deyirəm. Xəta. E. Burada sadəcə bunu silək ki, erroru görə bilək. Məsələn, mən A. Gördüyünüz kimi burada çıxan erroru mənə text formatında qaytardı və kod blokum dayanmadı, işlədi. Yəni normalda bu case'lər daha çox istifadə olunur. Çünki ola biləcək bütün ehtimalları yazmaq ya da errorları yazmaq biraz uzun olur, vaxt alır. Və siz eyni zamanda bir case daha var. Mən burada e, bir error deyil də bir neçə erroru da qeyd eləyə bilərəm. Məsələn, deyək, zero division error demişdim. Bir də value error var idi. SY. Burada error deyək. Sıfır olduqda.
Mənə division by zero deyir. Yəni burada isə artıq siz errorları bir except daxilində yazırsınız və ona deyirsiniz ki, errorum çıxıbsa mənə bunlardan hansı olduğunu göstər. 0 yazdığımıza görə division by zero dedi. Yəni sıfıra bölmə əməliyyatında error var. Və yenidən run edirəm. Bu dəfə A daxil edirəm və bu dəfə də yenidən mənə value ilə bağlı erroru qaytardı. Yəni bu formada daha qısa şəkildə trackset blokunu yaza bilərsiniz. Trackset blokunda üçüncü bir hissə daha var. Finally deyə. Final bloku nə olursa olsun, yəni səhv baş versə ya da baş verməsə də hər zaman işləyir. Bu əsasən müəyyən bir kod blokunuzdan asılıdır. Məsələn, siz bir proqram yazmısınız və istəyirsiniz ki, error çıxsa da, çıxmasa da bu mütləq yerinə yetirilsin. Yəni e, kodum uğurlu olsa da, olmasa da, məsələn, user'ı mən logout etməliyəm. Bu zaman final'dan istifadə oluna bilir. Digər bir hissə isə else'dir. Try blokunda istifadə edə bilərik. İndi isə onlara uyğun kod nümunəsinə baxaq. Məsələn, mən try deyirəm. X bərabərdir 10 bölünsün 2. Burada təbii ki düzgün yerinə yetiriləcək try blokum uğurlu olacaq. Amma yenə də except bloklarını yazıram. Məsələn, burada nə ola bilər? Exception SY deyək. Error sistemisi və Y. Və daha sonra mən bir else daha yazıram. Hansı ki try blokumda heç bir error çıxmadıqda, düzgün işlədikdə, yəni except hissəsinə daxil olmadıqda mənə bir başqa bir əməliyyat icra etsin. Məsələn, mən deyirəm ki, burada mənə qaytarsın ki, əməliyyat uğurlu oldu. Artıq burada exception hissəsinə girmədikdə else yerinə yetirilir. Və daha sonda mən final'ı yazıram. Yəni siz burada hər birini ayrı-ayrılıqda da istifadə edə bilirsiniz. Else də əlavə edə bilərsiniz, yazmaya da bilərsiniz. Artıq sizdən asılıdır. Finally isə mən deyirəm ki, hər zaman işləyir. İndi else və final'ın fərqinə baxaq. Deməli, try hissəsində biz kodumuzu yazırıq. Try hissəsi elə bir yoxlayır, check-up hissəsidir. Sizin kodunuz uğurlu olub olmadığını yoxlayır. Əgər uğursuzdursa, siz ona yeni bir kod blok verirsiniz, hansı ki except hissəsi və artıq burada sizə erroru qaytarır ya da başqa bir əməliyyat yerinə yetirir ki, sizin except hissəniz budur. Yəni error çıxdıqda, problem olduqda bu yerinə yetiriləcək. Else isə artıq siz try-da uğurlu olmusunuz, error almamısınız. Bu zaman else yerinə yetirilir. Bir növ if else prinsipi də accept-lə, yəni accept olmadısa artıq else yerinə yetirilir və sizə deyir ki, uğurlu oldu. Finally isə yuxarıdakılardan asılı deyil. Finally mütləq yerinə yetirilir. Yəni try hissəm error alsa da, almasa da final'da yazdığım bütün kodlar yerinə yetirilir. Yəni bir növ belə düşünün. User sizin proqramınıza giriş edib, orada errorla qarşılaşsa da, istədiyi işi yerinə yetirsə də, yetirməsə də, yəni fərqi yoxdur. Siz sonda onu proqramdan logout etməlisiniz, elə deyil. Yəni burada logout prinsipi final prinsipinə üst-üstə düşür. Yəni siz o logout hissəsini final'da yazmalısınız ki, yəni
mənim userimi sonda proqramdan çıxart. İndi bunu run edək. Gördüyünüz kimi try-sam normal işləyir və ona görə də mənə else hissəsini qaytardı. Yəni dedi ki, proqramın uğurludur və daha sonra final-da print elədi. Yəni gördüyünüz kimi else və final hər ikisi run olundu. Bu dəfə 0 yazıram və run edirəm. Burada error aldım və errorumu da göstər ki, division by zero, yəni sıfıra bölmə errorudur. Else hissəm run olmadı, çünki try hissəm uğurlu deyil, amma final hissəm işlədi. İndi isə errorlar haqqında danışaq. Pythonda bir neçə error növü var. Hansı ki, hər birinin nə zaman baş verdiyini və yaxud da nəyi bildirəcəyini izah eləyir. Value error haqqında yuxarıda danışdıq. İlk öncə onu göstərək. Birincisi value errordur. Bu uyğun olmayan bir dəyər verildikdə yaranır. Məsələn, bayaq göstərdiyimiz tam məndədə çevirə bilməyən bir mətin int a desək, bu bizə value error verəcək. Digər bir errorumuz type errordur. Yanlış verilən tipindən istifadə olunduqda yaranır. Məsələn, rəqəmlə mətni toplamağa çalışanda bu səhv ola bilər. Məsələn, biz bilirik ki, integerlərdən stringlər toplana bilməz ya da üzərində əməliyyat aparıla bilməz. Belə bir kod blokunuz olsa, burada type error alacaqsınız. Digər bir errorumuz index errordur. Siyahı və yaxud da digər indekslənə bilən obyektlərdə mövcud olmayan indeksə müraciət edildikdə yaranır. Məsələn, listiniz 5 məlumatı var, yəni 5 elementdən ibarətdir. Siz burada onda olmayan bir elementi çağırdıqda bu erroru ala bilərsiniz. Olmayan indeks deyək. Digər bir errorumuz key errordur. Dictionary type olan dəyişənlərdə mövcud olmayan açara, yəni key'yə müraciət olunduqda yaranır. Məsələn, mənim dictionary'm dict bir bərabərdir. A 10 demisiz, məsələn, bir elementdən ibarətdir və siz dict B çağırdıqda dict bir B çağırdıqda bu errorla qarşılaşacaqsınız. Çünki dict B diye bir şey burada, yəni o açar yoxdur deyə sizə key error verəcək. Digəri zero division error idi. Sıfıra bölmə. Və bu tip bir neçə error var, məşhur. Hansı ki, sizə lazım olanı seçirsiniz və səhvləri, yəni errorları düzgün idarə etmək üçün istifadə edə bilərsiniz. Amma siz öz errorunuzu da yarada bilərsiniz. Məsələn, buradakı errorlar tez-tez ortaya çıxan və istifadə olunan error tayplardır. Amma sizin kod blokunuzda elə bir şey ola bilər ki, siz onu ayrıca nəzərə almaq istəyirsiniz error kimi. Bu zaman özünüz də bir error type yarada bilərsiniz. Məsələn, biz belə bir nümunə üzərinə gedək. Bunun üçün raisdən istifadə olunur. Biz bir funksiya yazaq, yaş deyə və əgər yaş dəyərimiz və bir yaş dəyəri də alsın. Yaş dəyərimiz 0-dan kiçikdirsə, bilirsiniz ki, yaş 0-dan kiçik ola bilməz.
Və bu zaman raise deyirik, hansı ki qaytarsın. Value error olaraq. Və mənə qaytarsın ki, mənfi ola bilməz. Və əks halda, yəni yaşım 0-dan böyük olduqda yaşımı print etsin. Və mən bunu try accept etmək istəyirəm, istifadə etmək istəyirəm. Try deyirəm və funksiyamın adını çağırıram. Yaş 5 deyirəm və daha sonra accept hissəsini qeyd edirəm, hansı ki error alsam. Orada yazdığımız errorun adını yazırıq. Value error demişdik. SY deyək. Və daha sonra mən print istəyirəm errorumuzu. Mən bunu sadə yazdım, amma siz öz kod blokunuzdan ya da proqramınızdan asılı olaraq dəyişdirib daha da mürəkkəbləşdirə bilərsiniz. Bunu run edək. Yaş burada bunu da yazaq. Gördüyünüz kimi yaş 5 dəyərini verdi mənə. Çünki try hissəsində if şərtini ödəyir deyə 5 0-dan kiçik deyil deyə mənə düzgün işlədi. Amma mən bura -5 yazsaydım, mənə mənfi ola bilməz. Burada yazdığım erroru qaytardı. Burada raise ilə value error səhvi atırıq. Yəni əgər istifadəçi mənfi yaş daxil edərsə, bu səhv daha sonra accept bloku ilə idarə edilir. Yəni bəzən burada biz raise ilə öz səhvimizi atırıq bir növ. Yəni deyirik ki, bu bizim səhvimizdir. Tracks bloklarında əsas istifadə yerləri istifadəçi girişi ola bilər. Yəni proqramlarda istifadəçidən məlumat alarkən səhv daxil etmələri idarə etmək üçün, hansı ki, yəni səhv login olsa da istifadəçi erroru görməməlidir. Xarici resurslarla işləyərkən, məsələn, faylları oxuyarkən ya da şəbəkə əlaqələri ilə işləyərkən səhvlərin idarə olunmasında istifadə oluna bilər. Hesablama əməliyyatlarında, hansı ki, bayaq gördüyümüz sıfıra bölmə erroru çox tez-tez rast gəlinən errordur. Onun qarşısını almaq üçün istifadə oluna bilər. Bu dərsimizdə try accept bloklarının necə işlədiyini öyrəndik. Try və accept ilə necə idarə oluna bilər. Else, finally və raise funksiyalarında necə istifadə edə bilərik, onu gördük.